biz çox gözəl fərqindəyik ki, məqsəd ondan gedir ki, vaxtı ilə cinayət törətmiş bu və digər səviyyədə insanlar azadlığa çıxdıqdan sonra onlar cəmiyyətə inteqrasiya etsinlər. Həm də fərqində olsunlar ki, o Azərbaycan dövlətinin vətəndaşıdırlar ki, o ərazi bütövlüyünü, suverenliyini tam şəkildə əbədi qəti olaraq təmin edib və bu ölkəyə öz tərbiyələri ilə, əxlaqları ilə, fəaliyyətləri ilə töhfə verməlidir. Bu ölkənin inkişafına töhfə verməlidir. Bir dövlətin ki, başçısı onlara qarşı belə diqqət, belə qayğı göstərir, onların azadlıqdan məhrum edilmiş insanlarla onları azadlığa qaytarır, ailələrinə qovuşdurur. Bax, yəni ailələrinə qovuşanı hiss eləsinlər ki, bu belə bir dövlətin vətəndaşlarıdırlar. O dövlət ki, bu günləri son 80 il ərzində heç bir dövlət ərazi bütövlüyünü və suverenliyi ilə bağlı problemini həll eləyə bilməyib. Oxşar vəziyyətdə xeyli dövlətlər var. Bu baxımdan da yadda qalan bir. Yəni görsünlər ki, bu dövlətin vətəndaşıdırlar. Bu dövlətdə bilirsiniz, dövlətin konstitusiyasının 12-ci maddəsinə baxın. Dövlətin ali məqsədi vətəndaşlarının layiqli həyat səviyyəsinin, ləyaqətli həyat səviyyəsinin təmin edilməsidir. Bu həm də vətəndaşdan ləyaqətli və layiqli davranış tələb edir. Bilirsiniz, John Kennedy'nin, ABŞ prezidenti John Kennedy'nin məşhur bir ifadəsi var. Heç bir zaman söyləmə ki, dövlət mən üçün nə edib? Düşün ki, mən dövlət üçün nə etmişəm? Yəni, həmin vətəndaşlar fərqində olsun ki, dövlət cinayət etmişdin, humanizm, mərhəmət prinsiplərini əsas götürüb səni bağışlayır. Bağışlayır ki, get yaşa, daha bir də bu səhvə etmə. Get cəmiyyətə inteqrasiya et, get işinlə məşğul ol, ailəni saxla, faydalı ol, cəmiyyətə, millətə, dövlətə, ailənə xidmət elə. Məncə bir məsuliyyət hissi yaradır və cəmiyyət inteqrasiyada kifayət qədər, mən düşünürəm, vacib bir elementdir. Dövlət bunu etdi. İndi o Kennedy məntiqi ilə deyirəm. Bəs onda düşünməlisən, mən nə etməliyəm? Mən bu dövlət üçün nə etməliyəm? Sən bu dövlət üçün nə edə bilərsən? Sən bu dövlət üçün get, ləyaqətlə, faydalı işlə məşğul ol. Sən get, bax, səni kim əhv etdi, kim bağışladı? Ölkə prezidentin təşəbbüsünə olur. Həmin prezidentə get, ləyaqətlə xidmət et. Get, prezidentin siyasətinin ki, mərkəzində həm də sən dayanırsan. Niyə görə bunu söyləyirəm? Cənab prezident dəfələrlə söyləyib ki, onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahı dayanır. Bəli. Rifahı. Bax, səni azadlığını təmin etməklə sənin rifahın üçün şərait yaradır. Deməli, minnətdarlıq hissi ilə yaşa. Siz mənim yeri gəlmişkən yadıma düşdü, bir filosofdan sual verirlər ki, insanlığa ləkə ola biləcək keyfiyyət hansıdır? İnsanlığın üzün qara edə biləcək keyfiyyət hansıdır? Həmin filosof xəyala dalır, dərhal cavab vermir və söyləyirlər ki, sizin kimi böyük bir filosof, belə bir ağıllı müdrik insan doğrudan mı bu sualın qarşısında aciz qaldı? Siz yəni cavab verə bilmədiniz? Deyir, yox. Düşünürəm ki, əgər bu sualı mənə cavanlığımda versəydiniz, deyərdim ki, nifrət hissidir. Nifrət hissi. İnsanlığın ləkə ola biləcək keyfiyyət nifrət. Həmişə nifrət hissi ilə yaşayırsan. Amma mənim axır yaşımda bu sualı vermişsiniz. Mənə elə gəlir ki, nifrət yox, insanlığa ləkə ola biləcək keyfiyyət biganəlik və laqeydlikdir. Yəni, məndən keçən sənə dəydi, səndən keçən mənə dəydi, məndən, səndən keçən zərbə vətən sənə dəydi. Bu biganə və laqeydlikdir. Amma ən dəhşətlisi budur. Amma soruşanda ki, bəs ən gözəli hansı, insanları şərəfləndirən, insanı ali varlığa çevirən ən gözəl his hansıdır, hansı keyfiyyətdir? Desə nə cavab verir? Fikirləşmədən deyil, minnətdarlıq hissi. Sənə bir yaxşılıq edibsə, sənin bir əl tutubsa, əlini çiyninə qoyubsa, sənə mənəvi dəstək olubsa, ömrün boyu minnətdar ol. Hesab edirəm ki, cənab prezident amnistiya sözünün mahiyyətdən çıxış eləyərək, yəni bu Yunan sözünün bağışlayıb, bağışlamaq, yəni səhv etmirsən, günah etmirsən, cinayətə imza atmırsan, amma bağışlayıram, get, bir daha bunları etmə. Bu mərhəməti, bu diqqəti göstəribsə, onda nə etmək lazımdır? Ömrün boyu sən cənab prezidentin minnətdar olmalısan, həmişə təşəkkür etməlisən və minnətdarlıq cənab prezidentin hansı halda qəbul edir? O halda qəbul edir ki, səni azadlığa buraxıldıqdan sonra get ləyaqətlə bu dövlətə, bu millətə, xalqına, ailənə xidmət et. Ləyaqətlə xidmət et. Bax, bu elə cənab prezidentə ən böyük minnətdarlıqdır. Ən böyük minnətdarlıq məhz budur. Hesab edirəm ki, bu baxımdan çox tərbiyəvi bunun bir əlaməti və funksiyası da var. Və bir daha qeyd edirəm ki, cəmiyyətdə çox böyük ruh yüksəkliyi ilə qarşılanıb. Həm də bu amnistiya aktı ilə əhvin fərqi ondadır ki, əhv
birbaşa prezidentin səlahiyyətində olan məsələlərdir. O deməli bununla bağlı sərəncam və fərmanlar verir. Amma amnistiya aktı o geniş kateqoriyalı bir məsələdir və birbaşa Milli Məclisin səlahiyyətində olan bir məsələdir və Milli Məclisdə də bu yaxın günlərdə bu məsələyə baxılacaq. Cənab Prezident bu təşəbbüsün bir mənalı şəkildə dəstəkləyəcəyik. Artıq bu istiqamətdə bizim öz aramızda da söhbətlər gedir. Və yeri gəlmiş onu da deyim ki, təkcə Ulu Öndər və təkcə ölkə prezidenti Cənab İlham Əliyev deyil, ölkəmizin birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva da amnistiya məsələlərində həmişə öz töhfəsini verib. Mehriban xanım çox mərhəmətli bir xanımdır, xeyirxah bir xanımdır və Azərbaycan cəmiyyətində məhz bu cür tanınır və həmişə kimsəsizə, köməyə ehtiyacı olana həmişə əl tutub dəstək olub və elə parlamentin deputatı olarkən də düz 4 dəfə. Demək 2007-ci ildə, 2009-cu ildə, 2013-cü ildə, 2016-cı ildə deməli amnistiya aktının təşəbbüsü ilə çıxış edilib və parlamentdə onu qəbul edilib və xeyli sayda insanlara sevinc gətirib, xoşbəxtlik gətirib və gördüyünüz kimi Ulu Öndərdən başlanan bu siyasəti Cənab Prezident Mehriban xanım Əliyeva yüksək səviyyədə davam elətdirib. İndi də Cənab Prezidentin növbəti artıq bu sayıcı 6-cı amnistiya aktı təşəbbüsüdür və bir daha qeyd edirəm ki, cəmiyyətimizdə bu təşəbbüs çox yüksək səviyyədə qiymətləndirilir və insanlar bu təşəbbüsü çox yüksək səviyyədə dəyərləndirirlər.